Leksika bölməsindən ikinci dərsi. Mövzumuzun adı olacaq nələr? Homonim, sinonim, üç antonim. Növbəti dərsimizdə frazeoloji birləşmələri keçirik və bununla da leksika bölməsi bitir. Leksika bölməsini 3 etapda keçdik. Birinci, sözün həqiqi və məcazi mənasını öyrəndik. Tək mənalı və çox mənalı sözləri bildik. Həqiqi və məcazi mənalı sözləri bilmişdik. Bundan əvvəlki dərsdə. Leksikanın ilk dərsində. Bugün leksikanın ikinci dərsindəyik. Mövzumuz anonim, sinonim, antonimlərdir. Üçüncü dərsdə frazeoloji birləşmələr olacaq və onunla da leksika bölməsindən bitirəcəyik. Bu keçirik artıq ilk hissələrinə. İsmi öyrənəcəyik, sifəti sayı və belə bitirəcəyik. İlk olaraq, anonim, sinonim, antonimlər nə olan şeylərdir? Birinci, aşağıdan doğru gedir, asandan səhvə doğru gedir. Antonim sözünün mənası əks mənalı deməkdir. Əks mənalı. Ümumiyyətlə, həyatda çox şey əks mənalılıq üzərində qurulurdur. Bir gecə varsa, bunun əksi olan gündüz də var. Ağ varsa, qara da var. İşıq varsa, qaranlıq da var. Bu formada həyat davam edibdir. Və bu ziddiyyətlər, adı da ziddiyyət gedir, bu zidd düşüncələr, zidd fikirlər Azərbaycan dil qaydasında da öz əksini tapıbdır. Nə olaraq öz adını tapıbdır? Antonimlər olaraq tapıbdır. Deməli, antonimlər neymiş? Əks mənalı sözlərimiz. Amma burada bilməli olduğumuz önəmli bir məqam var. Antonimləri tapmaq üçün söz eynilik hissəsi olmalıdır. Test işləmişdik. Qəm sözü ilə şad sözünü biz antonim götürmədik. Ona görə götürməmişdik ki, qəm sözü isim, şad sözü isə sifətdir. Mənası sanki bir-birlərinin əksidir. Amma nitq hissələri eyni olmadıqları üçün biz bunları antonim hesab etmirik uşaqlar. Növbəti məsələmizdə antonimlərdə köklər də eyni olmalı deyil. Misal üçün, yazsaq buradakı yağlı, yazsam burada yağsız. Köklər eyni olduğu üçün mən bunları antonim hesab etməyəcəm. Deməli, nələr antonim olmur? Kökləri eyni olan sözlər antonim hesab olunmur. Nitq hissələri fərqli olan sözlər antonim hesab olunmur. Bir də 9-cu sinifi necə çaşdıra bilərlər antonimlərlə bağlı? Belə bir cümlə çıxır. Çox insan az çalışır. Çox insan az çalışır. Çox və azın altından xətt çəkildi. Sizcə bu sözlər antonimdir yoxsa yox? Antonimdir. Deyil. Antonim deyilmə əsaslanırsın, deyil deyilmə əsaslanırsın. Çünki kökləri eyni deyil, ikisi də saydır. O kök məsələsinə baxma, ikisi də say düşünürsən. Saydan sonra nə gəlməlidir? İsim. Çox sözdən sonra nə gəlibdir? İnsan. İnsan nədir? İsim. Demək ki, çox nəymiş? Say. Az sözdən sonra nə gəlir? Çalışır. Çalışır nədir? Feil. Feil isə bu az nə olacaq? Zərf. Biri çox saydır, biri az zərfdirsə olmayacaq bunlar. Kənardan həqiqətən də oxşayırlar, amma deyil uşaqlar. Bəs normal deyil, o sözü deyil. Necə? Bunlar olmasa çox və az sözləri bir-birlərinə antonimdir. Təbii ki də. Amma çox insandakı az çalışır, biri isim, biri feildirsə. Qarşısında bir şey olanda yazılır. Qarşısındakı sözlərə diqqət edin. Əgər ikisi eyni nitq hissəsidirsə, çox və az həqiqətən də saydirsə, ya da çox və az həqiqətən zərfdirsə, təbii ki, mən bunları antonim götürməliyim. Düzdürmü? Bu formada davam edəcəyik. Bu bizim antonimlər məsələsi. Sonra gəlirik sinonimlər məsələsinə. Sinonimlərdə yaxın mənalıdır. Sinonimin iki növü var. Mütləq sinonim və nisbi sinonim. Mütləq sinonim cavab nə deməkdir? Mütləq sinonim həmişə bir-birini əvəz edən sözlər deməkdir. Eynəyin nəyini əvəz edə bilərik? Çeşmək. Çeşmək və gözlük sözləri ilə əvəz edə bilərik. Əgər çeşmək, gözlük və eynək sözləri daim bir-birini əvəz edə bilirsə, bunlar mütləq sinonimdir. İkinci çıxır, nisbi sinonimlər nədir? Bunlar bəzi hallarda bir-birini əvəz edə bilir, bəzi hallarda bir-birini əvəz edə bilmir. Könül, qəlb. Ürəyim ağlayır deyə bilir, amma könlüm, qəlbim ağlayır. Biraz poetik formasındadır. Çox və az əks mənalı sözlər sayılmamışdır bəyək. Çünki nitq hissəsi fərqli idi. Sinonimdə də eyni şey var. Sinonimdə də mütləq şəkildə eyni nitq hissəsi olmalı. Əgər nitq hissəsi fərqlidirsə, biz bunları sinonim hesab etməyəcəyik. Və onlarda da kökü eynidirsə sayılmayacaq. Məsələn, bisavat nə deməkdir? Savadsız. Eyni mənada. Bir ön şəkilçidir. Bir ön şəkilçidir, bu sız son şəkilçidir. Mən bunları sinonim götürüm. Xeyr. Xeyr. Kökləri eynidir. Kökləri eynidir. Əgər bir yerdə kökləri eynidirsə, nə onlar antonim sayılır, nə də sinonim sayılır. Bunu bu formada yazırsak, sinonim çox asandır, yaxın mənalı söz olmalıdır. Bu ki, sinonim olsun. İndi gələk sonuncu və sona saxladığım anonim bölməsi və bundan sonra yenə dərsimiz bir mətn vermişəm evə, bir mətn işləyəcəksiniz. Bu bölməni amma mütləq oxuyun. Çünki qayda biraz çətindir. Qaydanı oxumazsan başa düşməyəcəksiniz. İndi izaha da baxarsınız, indi oxuyanda da aydın olsun sizə. Amonimlər yazılış eyni.
deyiliş eyni, məna fərqli və mənaların ikisi də həqiqi mənada olmalıdır. Qol sözünü biz çox mənalı kimi işlədə bilmişdik, amma qol sözü həmçində amonimdir. Necədir? Bax, insanın qolu həqiqidir. İnsanın qolu. Sonra qapının qolu məcazidir. Qapıda qol Həqiqi yoxdur. mənada. İnsanın qolu olmur. Həqiqi mənada. Qapıya vurulan qol. Qapıya vurulan qol. Bir də imza. Qol çək deyirlər. Ya qol çək. Bax, o imza mənasına. Qolun 3 fərqli mənası oldu. Və 3 fərqli mənasında, üçü də həqiqi olduğu üçün mən bunu nə hesab eləməliyəm? Amonim hesab eləməliyəm. Əgər bir söz 2 fərqli mənası varsa, bu olacaq amonimdir. Çətin olan sözlərimizdən biri hava sözüdür. Yəni hava sözünün 2 fərqli mənasına baxın. Hava bir udduğumuz hava, bir də oyun havası, rəqs havası. Mənim havamı çan deyirlər toyda. Bax, bu hava sözünün 2 fərqli mənası var. Bir-birinə yaxın uzaqdan əlaqəsi yoxdur və ikisi də həqiqidirsə, bunlar amonim hesab olmayacaq. Bunu yadınızda saxlayın. Bir sualım ola bilər. Əlbəttə ki, buyur. Biləm %90 ehtimal sayılmır, amma havalı deyirlər bəzən. O sayılmır da, düzdür? Havalı sözünə şəkilçi artıq qoşmusan. Havalı sözü. Tam düşündüm. Şəkilçi artıq Yəni olmalı. şəkilçi var, Sözün bu söz yazısı olmayacaq. olmalı. Bunun sən misal məxsus sinonim tapa bilərsən. Havalı sözünün sinonim olsun egoist. Egoist insan necə insan? Havalı insan necə insan? Egoist də özünü düşünən deməkdir, aydındır. Yalnız həyatını öz mərkəzinə qoyan insan deməkdir. Bəs nələr amonim olur, onları da deyim sizə. Vurğusuna görə mənası dəyişən sözlər. Misal alma sözü var. Bir meyvə alma. Bir də ki, bir də yemək alma. alma, nəsə Alma, eləmə. Birində vurğu sonra Sərbəst, düşür, gəlir. birində vurğu düşür əvvəl. Demək ki, bunlar amonim hesab olunmayacaq. Və sözlərimiz var ki, həm ümumi isimdir, həm xüsusi isimdir. Misal üçün nərgiz sözü. Həm adam adıdır, bir də gül adıdır. Adam adı olan nərgiz Lalə. xüsusi isimdir, lalə də ola bilər. Nərgiz ümumidir. Bunları biz götürməyəcəyik amonim. Çünki Adlar amonim sayılmır, xüsusi isimlər sayılmayacaq. Bəli, Araz olsun. Adam adı da Araz bir çayırdır, sayılmayacaq. Yadınızda saxlayın bunları. Sonra da amonimlə bölmə saxlaya bilməli olduğunuz növbəti məqam hansı olsun sizlərə? Sözümüz olsun bu qazan sözü. Bir də əsər sözləri. Bir var qazanmaq. Qazan sözünün 3 fərqli mənası var, həmçinin əsər sözünün 3 fərqli mənası var. İkisi bir-birinə amonimdir, biri yox. Qazan sözü bütövlükdə sözün kökü qazan. Mətbəx aləti, məişət aləti, ləzim məişət əşyası. Evdə yumurta zad qaynatıb pişirdiyimiz. Bax, o qazan məişət əşyası olan sözün köküdür. Bir də var, qazmaq sözün kökü anən feili sifətdir. Bax, bu heç birindən amonim olmur. Bu qazanın məişət əşyası olan qazanla qazanmaq deyə feilimiz var. Get uğur qazan, zəfər qazan. Bu qazanla, məişət əşyası olan qazanla uğur qazanın amonimliyi var. Amma gedib yer qazan olsa olmayacaq. Çünki orada sözü kökü qazdır. Eyni söz olmalı, Anə təkcə qazan. mənalı. Ayşə, burada da ikisi eyni kök olmalı. Aferin sizə. Buyur. Məsələn deyirlər ki, pul qazan, get pul. Pul qazan. Pul qazanla məişət qazan adı eynidir. Məişət, yəni əşya olan qazanla pul qazanmaq bir-birlərinin amonimdir. Çünki biri isimdir, biri feildir. Amma indi əsər sözünün də eyni qaydasıdır. Bunu deyim və yekunlaşdıraq. Əsər sözünün 3 fərqli mənası var. Birinci mənası əsər, poema, şeir, Kürək kitab. əsər. Nizami Gəncəvin əsərləri. İkinci mənası əsər, iz. Deyir, bir əsər qalmayıb bu hadisədən, bir iz qalmayıbdır. Əsər qalmayıb, iz qalmayıb. Bax, bu ikisi bir-birlərinə amonimdir. Amma çıxsa qabağınıza ki, külək əsər, Bu amonim deyil. Əsmək də olmur. çünki əsmə sözün köküdür. Əl orada qeyri-qəti gəldi zaman şəkilçisi. Burada kimi qaz sözün köküdür, anın qrammatik şəkilçisidir. Burada da əs sözün kökü əl qrammatik şəkilçisidir. Bu amonim sayılmayacaq. Bunlara diqqət yetirin. Dərs olaraq da hətta yenə eyni şeyi burada da tədqiq edirik. Qayda kitabımızın sonunda ən çox istifadə olunan amonimlər deyə bir hissə var. Bax, həmin hissəni gələn də sizdən soruşacaq. Bir də onun üzərində belə bir şey yazılıbdır qayda kitabımızın. Həm çox mənalı söz kimi, ay sağ ol. Bax, indi orada 2 dənə söz var. Bax, burada yazılıbdır. Ən çox amonim kimi işlənə bilən sözlər. Buradan oxuyacaqsan. Bir də həm amonim kimi işlənə bilən, həm də çox mənalı söz kimi işlənə bilən sözlər də yazıblar. Mənim amonimlər lüğəti. Bundan Yox, yox, səhifə 47-də uşaqlar. Çox dərinliyə getməyim, amonimlər lüğətinə bəlkə ehtiyac yoxdur. Səhifə 47-də amonimlər deyə bir dil qaydasımız var. Orada 47-nin aşağısında qara rəngli çoxlu söz verildi. Aşağıdakı sözlər daha çox amonim olur. Misal üçün, burada çən söz var. Çənin 2 mənası var. Bir duman, çən, bir də su qabı, çən. Götürə bilərik. İnci, duman, çən. Çətindəyəm, duman da çən, hava. Çənli bildəki çən. Bax, o mənada. Divan sözünün 2 mənası var. Bir divan, bir də ədəbiyyatın Nizami Gəncəvinin divanları var. Bax sözünün 2 mənası var.
bir ip, ayaqqabı bağı ya da bostan, bağ mənasında istifadə olunur. Bu sözlərin hamısını gələndə saxtarıb Mən belə taparsınız. sırayla soruşdum. Sırayla, hə, başdan ayağa hamısını bir-bir soruşacaqsınız da. Yazmayın, axtarıb oxuyacaqsan bunları. Bir də yuxarıda yazdığı al, alt, aş, üst. Bunlar həm çox mənalı söz kimi işlənə bilər, həm amonim kimi işlənə bilər. İndi gedin məntiqinizi işə salın. Mən al sözünü necə amonim kimi işlədə bilərəm, necə çox mənalı kimi işlədə bilərəm. Gəlin bu ikisini də soruşacağam sizə. Sırf məntiqinizi işə salacaq sözlərdir. Axtarın, araşdırın, əgər nəsə çətinliyiniz olarsa, deyərsiniz mənə, mən bundan hamısını bir izahını verirəm. Videomuzu sonlandıraq və